Qazaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarə etmədən çıxıb, nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı Nicat Aliyev hadisə yerində həyatını itirib. 29 yaşlı Mustafa Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 20 dekabr 2025-ci il tarixində Qazax rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs Qazax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib. Ona dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2001-ci il təvəllüdlü şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Kamran Nəskiparalı, Sənan İsmailov, Səs TV xəbər.